Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Bugündən etibarən planetlərin hərəkəti və kosmik enerjidə baş verən dəyişikliklər güclərin həyatında yeni mərhələnin başlanğıcını göstərir. Astrologların fikrincə qarşıdakı günlər bir çox insan üçün həm daxili dəyişikliklər, həm də həyatla bağlı vacib qərarların verilməsi baxımından diqqət çəkəcək. Bəzi güclər keçmişdən gələn yorğunluğu geridə qoyacaq. Bəziləri isə həyatında yeni səhifə açmağa hazırlaşacaq. Günün enerjisi xüsusilə duyğusal qərarlar, münasibətlər və gələcəklə bağlı düşüncələr üzərində güclü təsir yaradacaq. Oç bürcü üçün bu gün düşüncə və daxili hesabat günüdür. Son günlər yaşanan hadisələr sizi həyatınızda bəzi dəyişikliklər etməyə sövq edir. Xüsusilə iş və karyera mövzusunda artıq nəyi istəmədiyinizi daha aydın anlayırsınız. Maddi məsələlərdə nəzarəti əlinizə almağınız sizə güvən hissi verir. Sevgi həyatında isə qarışıqlıq azalır və ürəyinizdəki suallar yavaş-yavaş cavab tapmağa başlayır. Yorucu münasibətlərdən uzaqlaşmaq istəyiniz daha da güclənəcək. Boğa bürcü üçün sakitlik və rahatlama enerjisi ön plandadır. Son zamanlar sizi yoran mövzular artıq əvvəlki qədər təsir göstərmir. İş və maddi məsələlərdə daha planlı düşünməyə başlayırsınız. Həyatınızda bəzi dəyişikliklərin vacib olduğunu qəbul edirsiniz. Sevgi mövzusunda daha real hisslər yaşayacaqsınız və artıq xəyal dünyasından çıxaraq həqiqətləri görməyə başlayacaqsınız. Əkizlər bürcü üçün bugün düşünmək və analiz etmək günüdür. Zehniniz aktiv olsa da qərar verməyə tələsmirsiniz. Xüsusilə gələcəklə bağlı planlar və yeni əlaqələr haqqında çox düşünəcəksiniz. Keçmişdə edilən söhbətlər və alınan mesajlar yenidən yadınıza düşə bilər. Sevgi həyatınızda isə qarışıq hisslər yavaş-yavaş aydınlaşmağa başlayacaq. Xərçəng bürcü emosional yükdən azad olmağa başlayır. Son günlər sizi sıxan mövzular artıq əvvəlki qədər ağır təsir bağışlamır. Ailə və münasibətlərdə daha sakit düşünmək istəyirsiniz. Maddi məsələlərdə daha diqqətli davranmağınız gələcək üçün vacib addım olacaq. Sevgi həyatınızda güvən hissi ön plana çıxır və artıq ürəyinizdə nə istədiyinizi daha yaxşı anlayırsınız. Çil bürcü üçün bugün özünü toparlama və gələcək planları düşünmə günüdür. Həyatınızda daha böyük uğurlar əldə etmək istədiyinizi hiss edirsiniz. Aldığınız bəzi rəylər və eşitdiyiniz sözlər sizi yeni qərarlar verməyə yaxınlaşdırır. Sevgi həyatında daha seçici davranacaqsınız və kimlərin həyatınızda qalmalı olduğunu düşünəcəksiniz. Qız bürcü üçün daxili rahatlıq günü olacaq. Uzun müddətlik sizi yoran detallardan uzaqlaşmaq istəyirsiniz. İş və məsuliyyət mövzularını bir qədər arxa plana atmaq sizə yaxşı təsir edəcək. Sevgi həyatınızda isə hər şeyi analiz etmək əvəzinə hisslərinizi dinləməyə başlayacaqsınız. Münasibətlərdə daha yumşaq və anlayışlı davranmaq gününüzü daha rahat edə bilər. Bəzi bürcü üçün balans və harmoniya enerjisi güclənir. Son günlər verdiyiniz qərarların doğru olduğunu hiss edirsiniz. Maddi məsələlərdə rahatlıq yaranır və bu sizə daxili sakitlik verir. Sosial münasibətlərdə isə daha aydın mövqe sərgiləməyə başlayırsınız. Sevgi həyatında sakit və anlayışlı enerji hakim olacaq. Əqrəb bürcü üçün bugün güclənmək və nəzarəti yenidən hiss etmək günüdür. Uzun müddət sizi narahat edən bəzi mövzular artıq həll olunmağa başlayır. Maddi və iş həyatında strateji düşüncəniz sizə üstünlük qazandıracaq. Sevgi həyatınızda isə hisslər sakitləşsə də dərin emosiyalar davam edəcək. Kimlərin həqiqətən yanınızda olduğunu daha yaxşı anlayacaqsınız. Ox atan bürcü üçün yeni ideyalar və gələcək planları ön plana çıxır. Bugün qərar verməkdən çox düşünmək və analiz etmək istəyəcəksiniz. Maddi məsələlərdə daha diqqətli davranmaq vacib olacaq. Sevgi həyatınızda isə daha azad və rahat ünsiyyət qurmaq istəyiniz artacaq. Yeni tanışlıqlar haqqında düşüncələr sizi fərqli qərarlara yaxınlaşdıra bilər.